Kater 15 km axını ilə 4 km göldə gedərək bütün yola 1 saat vaxt sərf etdi. Çayın axma sürətinin hər yerdə 4 km saat olduğunu bilərək katerin çayın axını ilə sürəti nə qədərdir? Deməli, axın ilə sürəti tapanda katerin sürətinin üzərinə çayın sürətini gəlirlər. Mənə deyir ki, 15 km axın ilə gedib. Onda 15-i böləcəm, katerin sürətini bilmirəm. 1x deyəcəm, axın sürəti də çayın 4-dür. X tutacaq 4-ə. Sonra deyir ki, 4 km göldə gedir. Gölün sürəti olmur. Göl ancaq katerin sürətində olur. Katerin də sürəti x olduğuna görə 4-ü bölürəm x-ə. Ümumi də 1 saat vaxt sərf edib deyə bərabərlən 1-ə. Ortaq məxrəc bunların hasilidir. Bunu x-ə vururam, bunu x tutacaq 4-ə. 15-i x-ə vuracam. 15x, bunu da vurub açanda 4x plus 16. Bərabərdir 1. Daha sonra çarpaz vururam. Bu x kvadrat üstəcəl 4x'dir. Bərabərdir 19x üstəcəlsin 16. Keçirdirəm bu yana. X kvadrat çıx 15x çıx 16. Fikirləşirəm, hansı iki ədəddir? Vuranda mənfi 16 edir, toplayanda 15. 16 və mənfi 1. Təbii ki, 16 ola bilməz. Mənfi 1 ola bilməz. Çünki mənfi sürət olmur. Deməli, katerin sürəti 16'dır. Axın ilə sürəti istəyir. 16 ilə də 4'ü toplayıram. Cavab olacaq 20.